Salam əziz izləyicilər, hər birinizi salamlayıram. Həftənin ilk iş günündə və bir gün zaman vaxt tapıb, əziz izləyicilər, dəyərli izləyicilər, sizlərlə istədim bu zamanımı bölüşüm vaxtımı və elə bir mövzuya toxunam psixologiyada. Adı krab effektidir. Və qabaqcadan öncədən lövhədə yazdım ki, zamanın vaxtını itirməyim və istədim qısaca da olsa bu effekt barədə sizlərə məlumat verim, əziz izləyicilər. Və bunun səbəbləri nədir? Krab effektidir. İnsan tənhalığı, təkliyindən qorxur. Ətrafda krab effekti nədir? Öncədən bu haqda demək istəyərdim, əziz izləyicilər, məlumata. Krab effekti odur ki, əgər siz öz ətrafınızda baxırsınız ki, ətrafınızda heç bir insan, dostlarınız, tanışlarınız məqsədə getmək istəmir, çalışmırlar. Ancaq siz məqsədə gedən, öz uğrunuz dalınca gedən, onlar da çalışırlar ki, özləri heç nə eləmirlər. Məqsəddə yönlü getmirlər deyənə, istəyirlər ki, siz də getməyəsiniz. O saat ucuzlaşırlar sizin məqsədinizi, uğrunuzu, deyirlər ki, heç nə alamayacaqsan da, addım atmaq lazım deyil. Yəni, hərəkət eləməyə dəyməyiz. Heç kim də indiyənə kimi alınmayıb, səndə də alınmayacaq. Yəni, ətrafda belə insanlar 95%-ni təşkil edir və krab effekti budur. Yəni, onlar çalışırlar ki, siz hərəkət eləməyəsiniz, hərəkətə keçməyəsiniz, öz məqsədinizə getməyəsiniz və uğur qazanmayasınız. Yəni, budur krab effekti. Və ona görə də bunun səbəblərindən biri insan tənhalıqdan qorxur ki, yəni, əksər tanışları, dostları bunları yaxın buraxmayacaq, bunlar öz məqsədi uğru dalınca gedəndə. Bunlar elə fikirləşəcəklər ki, siz satqınsınız. Yəni, sizin düşüncənizə hel olacaq, ona görə tənhalıqdan qorxursunuz deyə addım atmırsınız, öz məqsədiniz, uğrunuz üçün tənhalığı seçirsiniz. İnsan dəyişiklikdən qorxur həyatında. Ona görə hər bir addım, hər bir məqsədə gedən addım, uğra gedən addım ilk mərhələdən başlayır və ilk mərhələ addım atdıqca dəyişikliklər baş verir və hər bir dəyişiklik addımdan başlayır və bu insanlar qorxurlar ki, həyatda nəsə bir dəyişiklik verər, komfort zonasını seçirlər və bu komfort zonasında yaşaya-yaşaya baxırlar, həyat uçuruma doğru gedir, pisliyə doğru gedir, yenə də komfort zonasını seçirlər, heç bir hərəkət eləmirlər. Ona görə ki, yenilikdən qorxurlar, həyatın dəyişikliyindən qorxurlar deyənə elə şablon həyatını seçirlər rutin olaraq. Bu insanlarda özünə qarşı aşağı səviyyədə qiymətləridir, yəni. Özünə əminsizlik, öz dəyərlərinin aşağı salması və özünə əminsizliyin səbəbi də budur ki, yəni, insan heç bir şey eləmir, öz məqsədinə və uğruna tərəddüdlə, şübhə ilə yanaşır və bunun da elə səbəbi bundan ibarətdir ki, insanın özünə güvəni azdır, özünə əminliyi azdır. Özünə güvənən insan, özünə güvəni yüksək olan insan, özünə əmin olan insan heç vaxt qorxmur yenilikdən. Hər an bilir ki, məqsəddən doğru addımlar atacaq. Alınmasa da ilk dəfə, 2 dəfə, 3 dəfə yenə də bilir ki, hədəfində məqsədi var. Uğruna gec-tez zaman söhbətidir ki, yəni gec və yaxud da ki, tez çatacaq, nail olacaq məqsədinə, hədəfinə. Yəni, bunlar ancaq özünə güvəni yüksək adamlardır, yəni insanlardır, bir də özünə əminliyi olan insanlardır. Sonra bu keçmişdə bu insanların, məsələn, hansılar ki, krab effektində yaşayırlar, keçmişdə negativ bir optları var bunların. Negativ oput bunların düşündürür ki, əgər keçmişdə alınmırsa heç bir şey, nəyə addım atdımsa, məqsədi yönlü heç bir alınmırsa, indi də lazım deyil addım atmaq, ona ki, alınmırsa, indi də alınmayacaq. Belə düşüncədə tərəddüdlə yaşayırlar, bunlar şübhə ilə ki, keçmişdə alınmırsa, indi də alınmayacaq. Amma o demək deyil ki, keçmişdə alınmırsa, 4-5 dəfə addım atdıq, indi də alınmayacaq. İnsan var ki, məsələn, ondan da addım atır, məqsəd yönlü, məqsədinə çatmaq üçün, uğurla hədəfinə çatmaq üçün alınmır, amma 11-ci səfər alınır. Yəni, onu belə bir şablon patternidir ki, ondan uzaq olmaq lazımdır ki, yəni, keçmişdə alınmayıb deyənə, o elə bir şey yoxdur ki, indi alınmayacaq. Bu düşüncədən uzaq tutulmaq lazımdır, əziz izləyicilər. Bunlarda belə bir şey var ki, krab effektində yaşayan insanların ki, bunlar həmişə paxıllıq hissi var ki, yəni başqasının uğruna
Baxışlarsa öz məqsədinə çatanda, uğruna çatanda bunlarda paxıllıq hissi bürüyür. Paxıllıq hissi bürüyür ki, yəni niyə başqası çatdırır öz məqsədinə, hədəfinə, uğruna. Bunlarda özünə əminsizlik var, dediyim kimi. Və bunlar, belə insanlar, Kraf effektində yaşayan insanlar, bunlarda belə bir şey var ki, daima həmişə özlərini başqa insanlarla müqayisə edirlər. Ya başqasının da alındı, mən də alınmadı. Həmişə müqayisə edirlər başqa insanlarla. Və hər dəfə müqayisə edəndə elə düşüncədə olurlar ki, özünə güvəni azalır. Məqsədinə doğru heç bir təkəm addım atmırlar. Yəni daima müqayisə edirlər ki, başqasında alınmayıb, məndə də alınmayıb. Başqasında əgər alınıbsa, öz məqsədinə çatmaq, uğruna çatmaq, o yəqin ki, başqa düşüncədədir. Mən o düşüncədə deyiləm, belə bir fikirlə yaşayırlar. Ona görə də belə effektə qalırlar, Krab effektində. Bunların bir üzə verməsi, elə lövhədə yazmışam ki, elə vaxt etməsin deyə. Belə insanlar həmişə ətraf bütün insanlardan, özünə yaxın olma olan insanlardan öz ünvanına tənqidi eşitməyə qorxurlar. Qorxurlar ki, bunları ətrafındakı yaxın olan, əziz olan insanlar tənqid eləyəcək. Sən hara gedirsən, hansı uğurdan danışırsan, hansı məqsəddən danışırsan, oturmuşsan oturduğun yerdə, yəni belə bir düşüncədə ətraf insanlar deyir və ona görə bu insanlar hərəkətə keçmirlər. Çalışırlar ki, bunların o məqsədinə doğru, hansı ki məqsəd saxlayıb insan beynində, onu azaltsınlar, ucuzlaşsınlar və ona görə bu insanlar addım atmırlar. Ucuzlaşdırırlar bunların məqsədini, uğurluq hədəfini. Bu insanlar qorxurlar ki, bunlara heç kim, bunlar addım atanda qorxurlar ki, heç kim bunların arxasında olmayacaq. Fikirləşirlər ki, bunlar tək olacaqlar, köməyə heç kim gəlməyəcək. Ona görə bunlar addım atmaqdan qorxurlar ki, yəni ancaq bunlar tək və tək öz məqsədinə doğru getmək, öz hədəfinə doğru getmək necə alındıra bilərəm, əgər mənim arxamda, çevrəmdə heç kim mənə dəyər vermirsə, heç kim kömək eləmirsə. Yəni bundan qorxurlar bu insanlar. Bu insanlar xəz alırlar başqa insanların uğursuzluğundan. Elə insanlar əksər də təəssüf hissinə deməliyəm, əfsuslar olsun ki, 95% elə insanlar təşkil edir. Ətraf cəmiyyətimizdəki başqasının uğruna çatmamağına, məqsədinə çatmamağına sevinirlər. Elə yəqin ki, sizin də ətrafınızda insanlar var. Yəqin ki də yox, əminəm ki, var, əziz izləyicilər. Başqasının uğursuzluğuna, məqsədə çatmamağına sevinirlər. Yəni, belə bir şey var. Və belə bir insanlar var ki, ətrafdakı deyirlər ki, başqasında alınmayıb, səndə də alınmayacaq. Başqası öz uğruna dalına gedib, sənin kimi, amma yəni, məqsəd mənasızdır. Addım atmasan daha yaxşıdır, nəyə ki, addım atıb, onsuz alınmayacaq. Yəni, belə bir şey yönəldirlər insanın beyninə. Ətrafdakı yaxın, əziz olan insanlar. Və çalışırlar ki, hər bir məqsədini ucuzlaşdırsınlar ki, bu insanlar addım atmasınlar. Və qısa da olsun, istədim elə bugünkü mövzum buna Kraf effekti adlı bir mövzuya toxunam, əziz izləyicilər. Qısa da olsa istədim vaxtımız, zamanımı sizə xəsrliyim və bu mövzu barəsində danışım. Çox sağ olun, əziz izləyicilər. Hər biriniz üçün uğurlu günlər. İnşallah Allahın hökmü ilə, izni ilə görüşərik. Özünüzə yaxşı baxın, sağlıqla qalın.